Salam, hər vaxtınız xeyir olsun əziz abituriyentlər. Mən Əmirli Səxavət, Əliyyə Tədris Mərkəzinin informatik müəllimiyəm. Bu videoda sizə say sistemləri mövzusunda çevrilməli qaydalarından birindən danışmaq istəyirəm. Hansı ki, onluq say sistemindən hər hansısa bir say sisteminə keçən zaman bu qaydadan istifadə edə bilərsiniz. Abituriyentlər çox zaman bölə-bölə gedib qalıqları kəsdən yazma qaydası ilə çevirir. Ədədləri onluq say sistemindən hər hansısa bir say sisteminə. Biz isə bu qaydanı elə də bəyənmirik, çünki bu abituriyentləri və bizi ümumiyyətlə çevirmə edən şəxsi vaxt olaraq geriyə atır. Daha fərqli bir üsulla necə çevirə bilərik? Bir ədəd götürək, tutaq ki, test bankımızda 2888 test tapşırığı var. Bu ədədi onluq say sistemindən tutaq ki, çevirmək istəyirik ikilik say sistemindən. Oturub bunu ikiyə bölə-bölə gedib qalıqları tərsindən yazsam, buna vaxtını çox aparacaq. Onun yerinə nə edirəm? Ədədin içində 2-nin ən böyük qüvvətini axtarırım. İkilik say sistemindən çevirdiyimizə görə. 2888-in içində 2-nin ən böyük qüvvəti necə var? 2048, düzün 211 var. 2048. 2048 çıxarsam bunun içindən qalar 840. 840-ın içində bəs 2-nin ən böyük qüvvəti necə var? Plus deyə bilərəm 512, yəni 209. 512-ni çıxarsam burada qalar 328. İndi yenə 328-in içində 2-nin ən böyük qüvvəti necə var? Deməli 256, yəni 208 var. Yenə davam edirəm. Bunun içindən 256-nı çıxarsam burada 72 qalar. 72-nin içində 2-nin ən böyük qüvvəti necə var? 64 və yerdə qaldı plus bir də 8. İndi isə bu formada ikinci qüvvətlərinin cəmi formasında göstərəndən sonra bu ədədi ikilik say sisteminə rahat çevirə biləcəyik. Nə edəcəm? Bax, 211-lər mərtəbəsində 1 yazacağım, çünki 211-lərin sayı 1-dir. Bu formada ifadə edək. 211-lər mərtəbəsində 1 yazdım. 210-lar mərtəbəsi boşdur. 209-lar mərtəbəsində 1 var. 208 bir dənə. 207 yoxdur. 206 bir dənə. 205 yoxdur. 204 yoxdur. 203 bir dənə və 202 yoxdur. 201 yoxdur. 200 yoxdur. Bu qayda ilə bu ədədi 2888 ədədin sürətli formada çevirmiş olduq biz ikilik say sisteminə. Məncə bu qaydadan istifadə etmək sizi vaxt olaraq çox irəli ata bilər. Videonu izlədiyiniz üçün təşəkkürlər. Onlayn dərslərimizə və yan dərslərimizə qeydiyyatdan keçmək üçün aşağıdakı nömrələrə əlaqə saxlaya bilərsiniz.